Gəlin dırnaqarası sketchbook tur eləyək. Niyə dırnaqarası deyirəm? Çünki adi Azərbaycan dili dəftəridir. Bu videoya baxmağa davam etdikcə çoxlu alınmamış Donnie portreti görə bilərsiniz. Qabaqcadan xəbərdarlıq eləyirəm. Ümidvaram ki, gözlərinizi qanatmaz bu portretlər. Və bu arada onu deyim ki, bu dəftərə mayda başlayıb avqustda bitirmişəm. Burada sevdiyim cizgi filmlərindən şirin obrazları var. Və yenə bir möhtəşəm Donnie portreti. Xəbərdarlığımı eləmişdim. Ümidvaram ki, gözləriniz hələ də qaydasındadır. Hə, bir də çoxlu samuray şəkli görə bilərsiniz. Samuray çəkməyi də çox sevirəm. Burada hələ də inadla eyni adamı çəkməyə çalışıram. Çox istəyirdim ki, ən azından bir portreti bənzəsin özünə həqiqətən. Amma heç biri alınmırdı. Bu şəkildəki bir dəfə yuxuma girmişdi. Cənə niyə çəkirsən ki, yuxana da girsin? Hələ bunu demirəm. Burada da Lord Voldemort'un möhtəşəm bir şəkli var. Çox realistik formada. Bu səhifəni isə sevdiyim obraz olan Zatoichiyə həsr eləmişəm. Artıq təəccüblənmirsiniz yəqin ki. Və nəhayət, artıq burada düşündüm ki, az da olsa oxşayıb. Ona görə keçdim artıq digər sevdiyim aktyorları və yaxud başqa şəkillər çəkməyə. Burada güya Şaxrukxanı çəkmək istəmişdim, alınmadı amma. Ona görə dəftərin sonunda onun bir şəkli daha var. Və belə davam edir sevdiyim aktyorların şəkli. Burada da öz aləmimdə güya bir zarafat eləmişəm. Hər ikisinə baxan varsa başa düşəcək. Burada isə möhtəşəm dostumun möhtəşəm şəkli var. Və dəftərə Mr. Xanın bu şəkildə bitirdim. İndi isə keçirik digər dırnaqarası sketchbook'a. Bu da riyaziyyat dəftəridir. Yenə samuray. Yenə samuray. Və yenə samuray. Burada da anamın məndən çəkməyimi istədiyi bəzi cizgi film obrazları var. Bəziləri isə sadəcə hansısa bir dəftərin üstündə olan şəkillərdir. Bu cizgi filmini isə o qədər çox sevdim ki, şəkillərini çəkmədən keçə bilməzdim. Bu ikisi də anamın sevimli obrazıdır. Bunu da çəkməyimi o istəyib məndən.
Sona kadar izlediğiniz için teşekkürler.